Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salam aleykum dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Vilayət evini izləyirsiniz və verilişimizin mövzusu günahlar və günahların nəticəsində qarşımıza çıxan cəzalardır. Bəli, İmam Əli əleyhissalam çox gözəl bir hədis buyurur. İmam buyurur ki, ləzzətlərin gedəcəyi, amma günahların qalacağı yadınızda olsun. Bəli, dünya evi elə bir yerdir ki, insanları daima günaha tərəf sürükləyə bilir və İnsanlarda da xüsusilə günaha meyl yaranır. Əlbəttə ki, bu günahlar insanların gözünə çox, belə deyək, ləzzətlər kimi görsən, yaxşı bir ləzzətlər kimi görsənir və insanlar şirinlik görürlər günahlarda və məhz bu səbəbdən də günaha doğru gedə bilirlər. Amma günah ləzzətli görsəndiyi qədər də eyni zamanda insanın həm dünyasını, həm də axirətini məhv edən bir şeydir, bir əməldir və çox tövsiyə olunur ki, nəinki böyük günahlar, hətta kiçik günahlardan belə uzaq olmaq lazımdır. Çünki hər bir kiçik günah böyük bir günaha yol açır. Və eyni zamanda çox az bir şəkildə ruhun qaralması, daha sonra o ləkənin çox böyük bir şəkildə gəlib çıxmasına da yol açır. Məhz bu səbəbdən insanlar bacardıqları qədər günahdan özlərini uzaq tutmalılar. Nəhayətdə bilmək lazımdır ki, dünya evi bir gün bitəcək və bu yaşadığımız dünya həyatı müvəqqətidir və bu dünyada etdiyimiz bütün əməllərin mühakiməsi olunacaqdır bizə görə. Yəni, günahların cəzaları mütləq bir şəkildə vardır. Əlbəttə ki, tövbə edənlər istisnadır və eyni zamanda günah haqqında danışanda bir şeydə xüsusilə vurğulamaq lazımdır ki, insanlar var ki, günahın mahiyyətini və yaxud da günahın həqiqətini anlamadan günah edirlər. Təbii ki, bu insanların da cəza görəcəkləri mütləqdir. Amma bir də var ki, insanlar bilərəkdən günah edirlər. Yəni, günah olduğunu bildikləri halda o işə doğru gedirlər. Bunun cəzası birinci qeyd etdiyimizin cəzasından, yəni bilməyərəkdən, günahı tanımayaraqdan günaha tərəf gedənlərin cəzasından qat-qat artıqdır. Çünki insan bilir və bu günah haqqında məlumatı var. Bilir ki, Allah bəndəsinin o işə yaxın getməsini istəmir, amma buna baxmayaraq etinasızlıq edir və həmin o pis əmələ doğru gedir ki, o pis əməl də onun axirətini məhv edir. Günahlardan danışanda dedik ki, günahların bir çox nəticələri var. Biz bu dünyada həmin o nəticələri zaman-zaman da görürük. Yəni, dünya həyatında, dünyanın bu tərəfində, o tərəfində, müxtəlif ölkələrdə baş verən hadisələr əksər hallarda həmin o yerlərdə yaşayan cəmiyyətin, insanların əməllərinin nəticəsində baş verən hadisələrdir. Həmin o insanların, əksər insanların günahlarının çoxluğudur ki, Allah Teala bəzən o insanlara əzab verir, bəzən o insanlara imtahan göndərir, bəzən bəla göndərir, bəzən cəza göndərir ki, onlar etdiklərinin fərqinə varsınlar və əməllərinə düzəliş versinlər. Təbii ki, təəssüflər olsun ki, biz bəndələr bizə tərəf gələn bəlaların, belə deyək, mahiyyətini anlamırıq, gəlmə səbəblərini anlamırıq və əksər hallarda o bəlaları özümüzə layiq belə bilmirik və düşünürük ki, bu bəla bizə gəlməməli idi. Allah sanki bizə qarşı ayrı-seçkilik edir, bizə verir məxsusən o bəlanı. Niyə görə? Amma bunun əlbəttə ki, öz səbəbi var. Allah Teala heç bir bəndəsini incitmək və yaxud da heç bir bəndəsinin üzülməyini istəməz. Əgər bəla verirsə, əgər bir çətinlik göndərirsə, əgər bir müsibət göndərirsə ki, biz ötən verilişlərimizdə danışdıq, günahların sayəsində hansı hadisələr baş verə bilər ki, bugün də həmin mövzuya davam edəcəyik. Amma əgər bunlar baş verirsə bizim həyatımızda mütləq bir şəkildə bizim özümüzün nəsə yanlış etdiyimiz nələrsə var. Məhz o nələrinsə üzərində çalışmaq lazımdır ki, onları düzəldək ki, həyatımızdan bu kimi çətinlikləri də uzaqlaşdıra bilək. Təbii ki, əgər bir topluma bəla verilirsə, bir qövmə bəla verilirsə, o qövmdə hər kəs
öz əməlinə diqqət etməlidir. Bəzən fərdi olaraq Allah bəla verir bir insana və yaxud da ki, bir çətinlik göndərir, bir müsibət göndərir. Bu fərdin özünə aid ola bilər. Amma bəzən bir cəmiyyət olaraq Allah Taala bir cəmiyyətin ayılmasını istəyir, bir toplumun ayılmasını istəyir ki, burada da ümumi bir şəkildə insanlar bunun fərqinə varmalı və öz əməllərinə düzəliş verməlidirlər və əlbəttə ki, cəmiyyət olaraq bugünkü gündə bu tarixən də belə idi. Cəmiyyət olaraq insanlar çox təəssüflər olsun ki, bəzən etdikləri əməllərin nə qədər ağır, nə qədər belə deyək, şiddətli olduqlarının fərqinə varmırlar. Nəticə etibarilə dünyaya da nəzər salsaq görərik ki, baş verən hadisələr də məhz buna bir sübutdur. Bəli, dəyərli izləyicilərimiz, ötən verilişlərimizdə biz bir çox məsələlərə işarə etdik və bugün də o günahın belə deyək, gətirdiyi, bizə verəcəyi, bizə qazandıracağı o cəzalardan bir neçəsinə işarə edəcəyik. Bunlardan biri gözlənilməz və əlacsız bəlalardır. Hilal Samlı danışır. Deyir ki, İmam Rıza əleyhissalamdan bir hədis var. İmam Rıza əleyhissalam buyurur ki, əgər bəndələrdən bəziləri və yaxud da bir çoxları keçmişdə görünməmiş bir günah edərlərsə, yəni keçmişdə o günah olunmamışdı, amma bunlar edirlərsə, Allah Taala keçmişdə vermədiyi cəzaları məhz həmin insanlara verər. Yəni əgər bəndələrdən kimsə keçmişdə təkrarlanmayan, olmayan bir günahı edirsə, Allah da keçmişdə olmayan cəzanı ona verəcək və ümumiyyətlə biz diqqət etsək görərik ki, bugünkü gündə dünyamızda müxtəlif xəstəliklər artıbdır. Keçmişdə olmayan və bu xüsusilə yaşlı nəslin də təəccübünə səbəb olur. Bəzən deyirlər ki, bizim zamanımızda filan şey yox idi, bizim zamanımızda filan xəstəlik yox idi. Bu körpələrdə də xüsusilə rast gəlinir bu son vaxtlar müəyyən xəstəliklər ki, keçmiş zamanda heç yox idi və yaxud da ki, böyüklər arasında yayılmış müxtəlif xəstəliklər var, xüsusilə müxtəlif viruslar var və yaxud da ki, qriplər var ki, bunlar keçmiş zamanda bizim böyüklərimizin, ağsaqqallarımızın yaşadığı zamanda yox idi. Və bu hədisin məzmununa baxanda biz görürük ki, həqiqətən də bəndələrin etdikləri günahlar ki, keçmişdə olunmamışdı, Allah Taala məhz keçmişdə olmayan bəlalardan onlara verir. Yəni keçmiş nəsillərin görmədiyi bəlaları məhz bu həmin insanlara verir ki, onlar elə bir günah ediblər ki, keçmiş nəsillər o günahlara əl atmayıblar ki, biz dünya üzrə, bir daha da qeyd edirəm, təcrübə də bunu göstərir və müşahidə edirik ki, həqiqətən də hal-hazırda nə qədər xəstəliklər artıbdır, nə qədər əlacı tapılmayan xəstəliklər var və bu əlbəttə ki, üzücü bir haldır. Xüsusilə qeyd etdiyim kimi körpələrdə müəyyən xəstəliklər var ki, bu xəstəliklərin mənşəyi belə bilinmir. Nə üçün yaranıbdır və yaxud da ki, böyüklərdə də olsun, müəyyən xəstəliklər var ki, bilinmir bunun mənşəyi nədir. Məhz bu səbəbdən də günaha üz tutan toplumlar, günaha üz tutan insanlar diqqətli olmalıdırlar. Ümumiyyətlə, biz günahı bəzən çox yüngül qarşılayırıq, yüngül belə deyək, yanaşırıq. Digər əməllərə, misal üçün, namazı vaxtında qılmalıyam, orucu Ramazan ayında mütləq tutmalıyam. Təbii ki, bunlar vacib də olmalıdır, amma bunların yanında İnsan özünü günahdan qorumursa, o əməllərin ona heç bir faydası olmayacaq. Yəni, bu məsələdə çox diqqətli olmaq lazımdır. İnsan hər an şeytan ilə və bir də öz nəfsi ilə mübarizədə olmalıdır. Mübarizəni dayandırdığı an günah onun bütün vücudunu bürüyəcək bir hala gəlib çıxa bilir. Eyni zamanda günah sayəsində baş verən hadisələrdən biri də insanın ruhunun çətin bir şəkildə ölüm mələyi tərəfindən alınmasıdır ki, bu da dini mənbələrdə, İslami mənbələrdə çox yer alıb ki, bəzən insanlar öz ruhlarını çox çətinliklə ölüm mələyi tərəfindən alınır, çox çətinliklə öz ruhlarını, belə deyək, bədənlərindən çıxır və ruhlarını təhvil verilir. Bunun da səbəbi kitablarda göstərilir ki, həmin o insanların günaha meyilli olmalarından irəli gəlir. O qədər günah əhli olublar ki, məhz bunun səbəbindən onlar öz, belə deyək, ölüm vaxtlarında, son anlarında ki, ölüm mələyi gəlir və onların ruhunu almaq istəyir, bu an onlar üçün çox şiddətli olur.
çox çətin olur. Hətta biz İslam peyğəmbərinin sözlərinə diqqət etsək, İslam peyğəmbəri hər zaman öz ümməti üçün dua edərdi və bu dualardan biri də ümmətinin belə deyək, can tapşırmaları idi ki, rahat bir şəkildə ümmətimdə olan insanlar canlarını tapşıra bilsinlər. Rahat bir şəkildə ölüm mələyi onların ruhunu bədənindən ayırsın və ruhlarını götürsün. Niyə? Çünki nə qədər insan günaha tərəf getsə, bir o qədər də bu proses onun üçün çətin olacaq. Ümumiyyətlə, ruh və cisim arasında əlbəttə ki, böyük bir əlaqə var. Və cisim, ruh ki bədəndən çıxdı, təbii ki, cisim artıq faydasız olur və dəyərsiz olur. Və bu prosesin nə qədər yüngül olması, bəzi insanlar var, deyirlər ki, filan kəsin belə deyək, ölüm anı çox rahat idi, çox belə rahat bir şəkildə ruhu bədənindən ayrıldı. Niyə? Çünki əməllərinə diqqət edib, Allahın bəlkə sevdiyi bir bəndə olub ki, Allah ona bu lütf edib. Amma bəzən elə insanlar da olur ki, onlar bu prosesi bir neçə günə qədər hətta çəkilir, çox ağır keçirdirlər, çox çətin olur onlar üçün. Bu nədən irəli gəlir? Əksər hallarda məhz günahın çoxluğundan irəli gəldiyi qeyd olunur İslami mənbələrdə. Digər bir tərəfdən ticarət ilə məşğul olan insanlar var. Və bəzən deyirlər ki, nə qədər sərmayə qoysaq da, nə qədər gəlir əldə etmək üçün belə deyək, çalışsaq da, istədiyimiz nəticəni əldə edə bilmirik. Ruzumuz çox azdır. Nə qədər istəyiriksə, yenə də zərərə uğrayırıq, ziyana uğrayırıq. Və bu insanların da xüsusilə bilirsiniz, bu hədislər günah haqqında qeyd olunan hədislərdə xüsusilə iman gətirmiş insanlara xitab olunur. Belə deyək, Allahı tanıyan insanlara xitab olunur. Çünki təəssüflər olsun ki, məhz günahlara bəzən əl atan, günahlara tərəf gedən məhz Allaha iman gətirmiş, Allahın mömin insanlar, bəndələridir ki, məhz günaha doğru gedirlər və bir an nəfs və şeytan ilə olan mübarizədə qafil olurlar və bir də ayılırlar ki, günahın belə deyək, tam ortasındadılar. Məhz bu insanlar bir də görürsən ki, ticarət ilə məşğul olurlar, belə dindar insanlar var, mömin insanlar var, ticarət ilə məşğul olurlar, amma deyirlər ki, sanki bizim ruzumuz azdır, ziyana uğrayırıq və xeyir əldə etmirik. Bu yerdə də bizə tövsiyə olunur ki, əməllərinizə diqqət edin. Bəlkə sizin günahlarınızdır ki, sizin ticarətinizin önünü kəsir və sizin xeyrinizin önünü kəsir və məhz bu səbəbdən də siz istədiyiniz o xeyri əldə edə bilmirsiniz, əksinə ziyana uğrayırsınız. Əslində, Allahın bəndələrinə verdiyi bu cəzalar təbii ki, günahların nəticəsindədir, amma buna bir lütf kimi də əslində baxmaq olar. Deməli, Allahın öz bəndəsinə nəzəri var. Bəzi hallarda elə bəndələr var ki, Allah artıq onları başlı-başına buraxır. Allah onlara nəzər eləmir. Çünki onların qəlbləri möhürlüdür Quranın sözünə əsasən və onlar həqiqətləri eşitsələr belə qəbul etməyəcək bir həddə olurlar. Elə ona görə də Allah onları başlı-başına buraxır ki, onsuz da bunların aqibəti bəllidir. Amma bəzi hallarda müəyyən bəndələr var ki, Allah onları başlı-başına buraxmaq istəmir. Müxtəlif cəzalar verir ki, bu cəzalar sayəsində anlasınlar nə kimi günahlar ediblər və tez bir zamanda tövbə etsinlər, eyni zamanda bir daha günaha yaxın getməsinlər. Bəli, dəyərli izləyicilərimiz, bugünlük vaxtımız sona çatır və sizlərlə sağollaşmaq məcburiyyətindəyik. İnşallah növbəti verilişimizdə, növbəti günümüzdə görüşmək ümidi ilə deyirəm və hər birinizi uca Allaha əmanət edirəm. Sağ olun, Allaha əmanət olun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.